Kargo kuryer müştəri rubrikasında narazı müştəri. Narazı müştərilər iki kateqoriyadırlar. Birinci kateqoriya bağlamanı təhvil aldığı halda narazı qalan müştərilərdir. İkinci kateqoriya bağlamanı təhvil almadığı halda narazı qalan müştərilərdir. Birinci kateqoriya narazılığın sayı çox az olur. 3-5 ədəd. Bəziləri haqlı, bəziləri haqsız olur. Burada adətən kuryerin davranışından, ünvan tam olduğu halda kuryer niyə yuxarı qalxmadı kimi, bundan başqa niyə kuryer salam vermədi, niyə maşından birbaşa bağlamanı verdi, niyə mənə təzim etmədi kimi narazılıqlar olur. İkinci kateqoriya narazılıqlar isə telefona cavab verməyənlər, nömrəni düz yazmayanlar, ünvanda olmayanlar, ünvanı düz yazmayanlar olur. Buradan belə bir nəticəyə gəlirik ki, narazı müştəri bağlamasını istədiyi zamanda, istədiyi məkanda, istədiyi şəraitdə ala bilməyən müştəridir. Əlimizdəki statistikaya əsasən, kuryerdən geri qayıdan bağlama 5-6% civarındadır. Bunun hamısı narazı demək deyil. Burada bəziləri özləri könüllü olaraq bildirlər ki, aparın filiala qoyun, biz oradan götürəcəyik. Biz şəhərdə yoxuq, ünvanda yoxuq. Tipli geri qaytarmalar olur. Buna əsasən, narazı müştərini 5% götürə bilərik, razı müştəri isə 95%-dir. Hər kəsi məmnun etmək olmur. Bu heç mümkün də deyil. Buna cəhət intihar deməkdir. Biz ölmək istəmirik. 5% narazı olan bir zəhmət narazı olsun. Burada dayanırıq, amma düşünmək üçün.